Bugünlerde isə hər bir hadisəyə o qədər elmi yanaşmağa çalışırıq ki, valideynlər olaraq düşünmədən niyə və nə üçün suallarını cavablandırma məqsədi ilə uşaqları sual atəşinə tuturuq. Bu da eynilə uşaqların sirrini öyrənməyə bənzəyir ki, bu cür məcburiyyətdən heç kəs də yaxşı nəticə çıxarmayacaq. Uşaq gözəl bir gül görəndə onun adını və rəngini soruşur. Ağıllı ana isə gülün qızıl gül və qırmızı olduğunu deməlidir. Ona kömək olundu və uşaq bu köməkdən zövq aldı. Biraz müşahidə edib daha çox bilmək istədikdə isə öz istəyi ilə soruşacaq. Əgər ana ona desə ki, niyə gülün adını bilmək istəyirsən? Niyə birdən onunla maraqlanmağa başladın? Uşaq ona cavab verə bilməyəcək. O çalışacaq, amma çaşacaq və cavablandıra bilməyəcək. Çünki ana onun sirrini açmağa çalışır. Növbəti dəfə o nəyisə öyrənmək istədikdə müəllimindən soruşacaq. Çünki müəllim ondan bu cür qəribə suallar soruşmayacaq. Əvəzinə onun sualını cavablandıracaq. Əgər bu bizim müəllimlərdən biridirsə, əlbəttə biz Montessori müəllimləri haqqında danışırıq.